Ya Allah, salam aleykum, hörmətli izləyicilər. Nasosniya gəlmişəm, Nasosniya. Özdə elə bir təkliflə, elə bir qiymətlə gəlmişəm ki, 68 min manata 8 sotun içində Nasosunda bir dənə bağ evi çəkməyə gəlmişəm. Evimiz dörd bir tərəf hasarın içindədir. Bağında da ki, Allah verəndən hər bir ağacı var. Yəni elə bir ev çəkmişəm. Nasosunda bu cür qaydada ev sizin rastlamağınız qeyri-mümkündür. Evimizin navetini görürsünüz. Yəni həqiqətən Nasosunda satışa çıxan evlərin içində tək-tük belə evlərə rastlaya bilərsiniz. Evimizin bax, həyətinə gələn darvazasını bir dənə zəhmət olmasa çək. Bax, evimizin həyəti betondur. Yəni ümumi olaraq 8 sotun içində bax, beton həyət, ayağımın altı çiçək kimi tərtəmiz. Bax, evimizin bu həyətində bir dənə mətbəx tikilib, sanitar qovşağı ayrı-ayrı tikilib. Evimizin arxa hissəsində yeri var. Bax, gedək sizə bir dənə evi tam olarak təqdim edeyim. 5 daş kürsünün üstündədir. Yəni bağın gördüyünüz də yəni. Bax evimizin gözəl insanlar, koridor sistemidir. Bax koridorunda kombi qoyulub, hər bir şey öz qaydasında. Koridoru 3 metr, bəlkə də 3 metrdən çoxdur. Addenlidir, bax gördüyünüz kimi sanitar qovşaqlara addenlidir. Gəl buradan keçid eləyək birbaşa. Bax burada bir dənə spalni yataq otağı var. Yəni otaqları da çox genişdir, çox da böyükdür, gözəl insanlar. İndi sizə evimizin qonaq otağını təqdim edeyim. Gəl bir dənə zəhmət olmasa qonaq otağını bir dənə göstər. Deməli, bura evimizin mətbəxidir, gördüyünüz kimi. Mətbəxidir, evin pəncərələridir, reşotka ilə təchiz olunub. Mətbəxin pəncərəsi birbaşa gördüyünüz kimi bağına baxır. Deməli, indi keçid eləyək evimizin spalni yataq otağına. Deməli, burada evimizin ikinci bir yataq otağıdır və nəzərinizə çatdırım ki, evimiz 3 otaq, geniş 3 otaqdır. Start qiyməti 68 min manatdır. Ev sahibi deyir ki, evin kondisioneri də qalacaq. Evimizin suyu, qazı, işığı, mərkəzi kanalizasiya sistemi və sənəd isə bələdiyyədir, gözəl insanlar. Sənəd isə bələdiyyədir. Qiymətin içində danışılanda kondisioner də qalacaq. Bax, real alıcı zəng eləsin, gəlsin. Evimizin ünvanını deyirəm. Bakı-Sumqayıt yoluna gələndə Likoy zapravkasından düz gəlirsən içəri, hardasa bir 300-350 metr, 400 metr. Yəni onlar da indi oradan mən indi belə bir çıxmasın. 50 metr, 100 metr aşağı yuxarı deyə bilərəm. Evimizin yeri əla, ideal yerdir. Fikri ciddi olan insanlar 68 min manatdan da endirim olacaq. Salam aleykum.